Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir uşaq jiletini toxumuşam. Bu ətək hissəsidir. Ətək hissəsini bir tərs, bir düz toxumuşam. Buradan da iki rəngdən belə bir xətt kimi qoymuşam. Bir də bu yaxa hissəsidir. Bu formada. Burada qol dibi, bir də yaxa hissəsi. Tərs toxumuşam hər iki üzdən. Özün düz toxumuşam. Düz naxışdır, sadə. Heç bir naxış qoymamışam. Bu da onlar da 1 yaşındakı uşağa qədər olar. 1 yaşına qədər geyinə bilər. Belə bir razmerdə bir jiletdir. Bunun ətək hissəsini, buranı 50 ilmek götürmüşəm. Sap biraz qalın sapdır. 50 ilmek götürmüşəm. Qalın deyəndə bu 350 metrəlik sapdır. Bu 350 metrəlik sapı mən 2 qat eləmişəm. Biraz qalın alınsın deyə. Belə bir qalınlıqda. Çox da qalın deyil. Belə yaxşıdır. Yəni qalınlığı. Bunun üçün indi mən sizə bunun bu qol dibi hissəsinin toxunmasını istəyirəm göstərim. Bu yaxanı necə eləmişəm. Bir də bu qol dibini. Qol dibini toxunmaq üçün burada bir sıra toxumuşam. Burada 2, 4, 6, 8, 10, 12 ilmek götürmüşəm baranı. Bu qol dibi hissəsini 12 ilməni hər iki üzdən tərs toxuyuram. Bir 3 sıra alınana qədər bu formada belə bir alınana qədər toxuyuram. Yaxa hissəsini də tərs toxuyuram hər iki üzdən. Bu formada toxuyuram. Hər iki üzdən tərs toxuyuram yaxanı. Yaxasını 7 ilmek götürmüşəm. Bu ilgəklər açmışam buradan belə düymə üçün. Mən balaca düymələr tikəcəm, ona görə deşiyin balaca açmışam. Siz nə boyda istəsəniz, düyməni böyük istəsəniz, biraz da böyük aça bilərsiniz. Buradan 7 ilməni tərs toxuyandan sonra bu qalan ilməkləri hamısını düz toxuyuram. Buranı 2 sıra göstərəcəm, necə toxumuşamsa. Bu aradakı ilməkləri düz toxudum. İndi bu qol dibinə gələndə buradakı 12 ilməni düz üzdən də tərs toxuyuram. Tərs üzdən də tərs, hər iki üzdən tərs toxuyuram. Bu formada. Belə. İndi tərs üzdən bu bütün ilməkləri hamısını tərs toxuyuram. İndi buranı toxuyub 3 sıra sizə göstərəcəm yenə. Mən indi burada 3 sıranı toxudum formada. İndi tərs üzdən buradakı bu 12 sıranın 6 ilməsini kəsirəm. Götürür toxuyuram bir ilməni. Bu birini kəsdim. Bu 2. Bu 3. Dört. 5. 6 ilmə. 6 ilməni kəsdim. Burada 6 ilmə qalır. 5'i, bu da 1'in üstündə də 1'i. 6 ilmək. Bu 6 ilməyi yenə buradan tərs toxuyuram. Tərs üzdən
Hamısı tərs toxunur onsuz da ilməklərin. Düz üzdən baxanda görünəcək ilməklər. Bu rezinka hissəsi qol dibi. Bu yüzden bütün ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi bu yüzden düz üzüdür. Buradan kəsdim qol dibin. Buradan indi yaxa hissəsində 6 ilməyi tərs toxuyuram. Rezinka hissəsini 3, 4, 5, bu 6 ilməyi, 6 deyil 7 ilməyi tərs toxuyuram. Yaxa hissəsini 7 ilmək eləmişəm. Buranı. Bu yandakı bu düz ilməklərin ikisindən bir ilmək çıxardıram. Bunun dibindən, birinci ilməkdən başlayıram. Düz ilmək çıxardıram ki, buradan yaxa hissəsinin açılmağını da buranı, bu hissəni, bu formada yaxa hissəsini açmaq üçün. Yenə bu aradakı düz ilməkləri düz toxuyuram. Bu qol dibiyə çatanda bu ilməkləri 6 ilmək qalmışdı. 6 ilməyi yenə tərs toxuyuram. Bu rezinka hissələri hər iki üzdən tərs toxuyuram. Düz ilməkləri isə düz üzdən, bu üzdən düz toxuyuram, arxa üzdən tərs. Arxa üzdən yenə bütün ilməklər hamısı tərs toxunur. İndi düz üzdən yenə bu tərsləri elə tərs toxuyuram. 7 ilməyi. Altı, bu da 7. Yenə bu birinci sırada azaltdığımız kimi bunların yanına bu 7 ilmədən sonraki olan ilməkləri yenə bu ikisindən bir ilmək çıxardıram. Yenə olduğu kimi qalan ilməkləri olduğu kimi toxuyuruq. Buradakı kimi. Buradan 5 ilmək azalana qədər buranı toxuyuruq. Tərsləri də yenə tərs toxuyuram. Formada belə qol dibi alınır. İndi buranı, yaxa hissəsini buradan hər dəfə bir
İkisini azaltmışdıq. Bir də azaldacağıq. 3, 4, 5 ilmək. 5 ilmək azaldırıq bu hissədən, yaxa hissəsindən. Bunu bura qədər toxudum. İndi bu hissəni, qol hissəsini. Bu jiletin bu hissəsidir. Belə. Buradan yuxarı. Qol hissəsidir. Bunu da buradan 5 ilmə azaltdım. 5 ilmə azaldandan sonra olduğu kimi toxuyuruq buradan yuxarı. Tərsi tərs, düzü də düz. Formada toxuyuruq. İndi bunu qurtarmışıq. İndi bir sıra buradan toxuyuram. Kəsimə işini eləyirəm burada. Bu düz üzdən bir sıra toxuyuram. Tərs üzdən kəsirəm. Tərsləri tərs toxudum. İndi də düzləri toxuyuram. Düz. Bu qol dibində tərsləri toxuyuram. Qol dibin buradan kəsəndən sonra 6 ilməni heç bir şey eləmirik də. Ancaq olduğu kimi toxuyuruq düz. İndi tərs üzdən mən bu ilmələri kəsirəm. Bu tərəfi. Bir dənə yaxa hissəsi qalır. Buradakı yaxa hissəsindəki 7 ilmək qalır. Bunu da kəsirəm. Burada 7 ilmək qalır. Biri bu milin üstündə 2, 3, 4, 5, 6, 7 ilmək. Bu rezinka hissəsindəki. Bu hissəsindəki 7 ilmək qalır. Bu yanı kəsdim. Bu yanı kəsəndən sonra bu jiletin bu tərəfidir. Bu birisi tərəfi. İkinci tərəfidir. Bunu bu hissədən buranı tikirik bura qədər. Bu hissə qalır. Buranı. Bir də bu yan hissəsini tikirik. İndi bunun çiyin hissəsini tikirəm buradan.
kəsirəm buradan. İndi bunun bu yan hissəsini, bu hissəni tikmək lazımdır. Buradan. Bunu da buradan düz tuturam. Belə. Buradan başlayıram tikməyə. Xəttə elə eləyirik ki, buradan aşağı yuxarı çıxmasın. Belə bu formada düz tikirik. Bunun indi yan hissəsini də tikdim. İndi belə düz özünü çevirirəm. Belə yaxa hissəsi bu formada. Belə. İndi bunun bu boyun hissəsi var. Burası. Bu boyun hissəsini bunun üstündə toxuyuram. İndi bu yüzden bu boyun hissəsinin arxa tərəfi saxlamışdım. Bunu buradan bir belə ilməkləri götürüb toxuyuram. Boyun hissəsini toxuyuram. Hər iki tərəfdən tərs toxuyuram. Buradan götürəndə bunu belə tuturuq, bu əlimizdəki mili. Buradan birini ötürüb birindən toxuyuruq. Belə bu formada. Belə. Bu sıranı axıra qədər bu cür toxuyuruq. Buradan bu ikisini götürəndən sonra milin üstündəki ilməklə bir yerdə. İkisindən bir ilmək çıxardırıq. Həm bunu götürmüşük, həm də bu milin üstündəki ilməyi. İkisini bir yerdə belə çıxardırıq. Bu yüzden gələndə götürmürəm, heç nə götürmürük. Ancaq tərs üzdən qaydanda, ilməni toxuyanda, onda götürürəm ilməyi. Bu yüzden heç nə götürmürəm, düz toxuyuram, olduğu kimi. Bu yüzden gələndə, bu yüzden götürürəm. Buradan biri qalır, bu birisini götürürəm belə. Sonra bu milin üstündəki ilməklə bir yerdə ikisindən bir ilmək çıxarıram.
Bunu bura axıra bura qədər toxuyuruq. Bunun başına çatana qədər də bunu toxuyuruq bu hissəni. Mən bu hissəni toxudum bura qədər. Bunu indi bura tikmək lazımdır. Bunu üstündə sap saxladım. Buranı kəsdim bu hissəni. Burada sap saxladım. İndi bunu buradan bura tikirəm. Bu tərəfdəki ilməklə bu tərəfdəki ilməyin bu bir tərəfini götürürəm. Belə. Bunu indi buradan ipi salıram içəri üzə. Bunu da bu hissədən bərkidirəm ki, açılmasın. Buradan da sapı kəsirəm. Formada. İndi bu hissəsində belə toxudum buradan. Buranı. Telefonda çəkirəm deyə biraz pitoy çəkə bilmirəm bunu. Belə yarımçıq göstərirəm. Bu da çiyin hissələridir. Burada boynunun arxa tərəfidir. Bu da yaxa hissəsidir. Burada düymələr istəsəz bu rəngdə də üstündəki rənglərdən belə rəngdə də tikə bilərsiniz, sarı da tikə bilərsiniz. Hansını isə belə tiksə daha yaxşı görünər. Ürəyi hansız cür istəsə o cürdə belə göstərim, belə bir tərəfli. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.